Selamun aleyküm. Selamünaleyküm. Özünüzü təqdim eləyin zəhmət olmasa. Ağayev Səfa Zərxanoğlu. Hansı rayondansınız bəy? Dərlabad rayonu. Maraqlıdır ki, ən çox şikayət edən rayonların içində şikayətçilərimizin daha doğrusu ən çoxu Cəlilabaddan olur. Buyurun, eşidirəm sizi. Səfa bəy, buyurun, söz sizdədir. Aprelin 2'sinde Aprelin 2'si. 25. ildə. Bu yaxın günlərdə də 1-2 ay bundan var. Bəli. Apardılar, əsgərliyə getdi. Agensiya orada 8 gün əlinə forma giyildi. 8 gündən sonra bu uşağın ağzından, burnundan qan gəldi. Buradan gələndə onun boynunda şiş var idi, bir də boğazının altında. Hərbi oradakilər dedi ki, soyuqda əmədi keçir gedir. Səfa müəllim. Bəli. Bəli, şirin olsun. Əsgərliyə aparanda burada tibbi komissiyadan keçməlidir. Poliklinikadan keçdi, 39 numaralı poliklinikadan keçdi. Onlar yazmışdı limfa vəzinin düyünü babasını. Limfa vəzinin düyünü var. Bəli, Sosial Müdafiə Fondundan yazdı, Sosial Müdafiə yazdı ki, yararlı, vaykamatını. Ben elə ona görə sizə o sualı verirəm ha, ki gəlib bura çıxasınız. İndiyə qədər tip komissiyası Sosial Müdafiə Nazirliyindən ayrı idi. Ona görə də əskərliyə skalyozları, ağır xəstə olanları, ümumiyyətlə xəstələri aparmırlar çox. Mən özüm bir uşağın əskərliyə getməsi üçün, indi bu Naxçıvan hərbi komissarı ilə bağlı iş gedir, orada məhkəmədə iş bilmədim, onda işi nə yerdə qaldı. Ondan xahiş elətdirdim ki, bu uşağın ürəyində azca aritmiya var. Uşaq hündürboy, idmançı uşaqdır. Bunu əskərliyə aparsınlar. Bu getsin əskər gəlsin, dövlət qulluğuna imtahan versin. Uşaq universitet qutarıbdır. Onun uşağı 2 dəfə apardılar komissiya. Komissiya dedi ki, bunun uşağın ürəyində aritmiya var, bunu biz əskərliyə apara bilmərik. Bu uşağı əskərliyə aparmadılar. İndi necə oldu ki, bəs sizin oğlu Sosial Müdafiə Nazirliyi tip komissiyası o pensiyasılar necə ləğv eləyir, hamının ki, deyir ki, sağlamsınız. Sizin xəstə uşağı necə sağlam çıxartdı, göndərdi bəs? Mənim Şəmkirdən sonra bu uşaq gəldi, 15 gün yatdı Şəmkir Hospitalında. Sonra gəldi Bakıda Papalina. Papalina sonra bunun 8 gün əskərlikdə oldu. 8 günəndə forma giydi. Ondan sonra getdi Şəmkir Hospitalına. Orada 15 gün qalandan sonra gəldi Bakı Papalina, Qarabağ Hospitalına. Orada mən bir həkim var idi. Mənə dedi ki, get onkologiyadan məktub al gətir. O bizim onkologiya göndərdi. Biyopsiya elədilər uşağı. Udlağında deyiləmi? Udlaq xərçəngi 3-cü mərhələ. Burun udlaq xərçəngi 3-cü mərhələ. Səfa müəllim, siz heç bu uşaqda heç nə hiss eləməmişdiniz? Bir valideyn kimi, ya anası, ya ya bacı qardaş. Əskəriyə gedəndə onun boynu ağrıydı, bir də boğazının ağrı. Dedilər soyuq dəymədi. Ya əskərlikdən qabaq siz heç nə hiss eləmədiniz? Bu cavan körpə uşaq deyil bu. Yox, heç nə hiss eləmədim. İdmançı uşaq idi, özdə kim boksla məşğul olurdu. İdmançı idi özdə. Bəli. Heç bir şikayət yox idi. Biz əskərdə getirmişdən bir həftə qabaq boynu ağrıyırdı, bir də çənəsinin altı. Sağ tərəf. Müayinə olunmadan mənim, müayinə eləmədilər, sağlam. Belə deməlim, ondan sonra bu uşaq ağzından da qan gəlirdi, burnundan da. Sonra mənim oldu ki, xəstəsidir. Bunu Bakı Onkologiya Mərkəzində dedilər ki, bu çoxdanın xəstəsi. 6-7 ay xəstəsi də. Yəni sonra çıxıb da bu əskəriyə gedən, əslində siz poliklinikada artıq bilməliydiniz. Poliklinikaya deyirsə ki, bunun limfa vəzlərində şiş var, problem var. Siz bunu dərhal aparıb başqa yerdə yoxlatmalıydınız. Mənim vaykamat onu mənə demədi, dedi məxfidir. Nə məxfidir? O cavabı soruşanda oradan dedi ki, məxfidir, bunu deyə bilmərik. Heç bir yanımızın cavabını demədilər. Cəlilabad hərbi komissarlığından dedilər? Yox, Yaxtamal rayonundan. Yaxtamal hərbi komissarlığından. Mənim uşaq Bakı sütundadır, Bakı qeydiyyatındadır. Çox maraqlıdır ki, mən dünən də dedim, indi o uşaqların şəkillərini də atıblar mənə, sabah efirdə verəcəm. Lənkərandan 2 nəfər idmançılardır, biri tiktokerdir, biri idmançıdır. Əskəriyə getməyiblər. Ödə dövlət qulluğunda işləyirlər. Və maraqlıdır ki, onların əskəriyə getməməsi ilə bağlı bir vətəndaş öz kəsçiləri, prokurorluğa, hərbi komissarlığa hər yerə şikayət edir ki, ay qardaş, bu adamlar niyə getmir hərbisiyə? Niyə əskərliyə getmir bunlar? O adamlar əskərliyə heç kəs aparmır. Niyə aparmırlar? Mən nə maraq var aparmamaqda? Ala gözünə aşıqdilər bunların. Amma xalqın körpə balasın, xəstə balasın aparırlar müharibəyə, əskərliyə. Niyə? Çünki Sosial Təminat Nazirliyinin bu tibbi ekspertizası necə insanların, xəstə insanların xəstəliyini ləğv edir, pensiyalarını ləğv edir, eləcə də xəstə uşaqları sağlam çıxarıb əskərliyə göndərir. Və məsuliyyət daşımırlar. Siz məhkəmədə müraciət edibsizmi? Eləmişəm, getdim mən Atamar rayon vaykamatı attı Sosial Müdafiə Fondunun üstünə.
Sosial Müdafiə Fondu haqqı Daş olub bizim peykimizin başına. Daş düşsün bizim peykimizin başına ki, bu ölkənin interneti bu vəziyyətdədir. Belə qürurlanırıq, da qürrələnirik. Evdə deyirik ki, bizim internetimiz var. Peykimiz var göydə. İndi bu peyki buraxıb ondan istifadə eləməyənlər çağırasan, boyun desən filan şüdə. Bu niyə işləmir? Və mən bu qədər pulu niyə ödəyirəm peykə? Xeyr ola. Halasının yanında 2 dəfə olmuşam. Sonra hərbi prokuraturaya vermişəm onları mən. Onlarda bir cavab gözləyib görmürəm bana bir ayda. Hərbi prokuraturaya bir qərar verməyiblər. Mənə zəng eləməyiblər. İndi iş həm prokurorluqda da, həm məhkəmədədir, eləmi? Yox, məhkəmədə yox, prokuraturaya vermişəm. Hərbi prokuraturaya. Hərbi prokurorluğa verirsiniz. Bəli. Cinayət işi qaldırılıbdı, icraata götürüb. İcraata götürüblər, mənim amma bir xəbər yoxdur. Yazılıb, mənə mesaj gəlib ki, icraata götürülür. Amma xəbər yoxdur hələ. Mən də sorğu verərəm indi inşallah öz adımızdan ki, görə hələ nə xəbər var. Heç kəsin efirində belə problem çıxmır, ancaq bizdə çıxır. Halata mən utanıram. Valla, adam utanır. Sara xanım yazır ki, Yasamal nə rayon deyil, nə də Yasamal rayonunda bir dövlət qurumu yaxud onun əməkdaşları qanunu işləmir. Əvvəl belə deyildi. Bir komissiya var idi. Ən azından şikayət eləməyə yer var idi. İndi hərbiçiləri də, əskər gedən uşaqları da o komissiyadan keçməyə məcbur elədilər. Yəni bir qanun qəbul elədilər. Hamını yönləndirdilər ora. Elə yerə yönləndirdilər ki, elə hər şeylə belə o şəstlə, bəslə elə belə necə deyim, yönləndirdilər ki, sanki ora bu respublikada ən düz işləyən yerdir. Yəni həmin o qurum ki var, ekspertiza, tibbi komissiya. Onu elə təqdim elədi dövlət. Hökumət onu elə yönləndi ki, sanki dedim ki, ora ən ideal şəkildə işləyən bir dənə qurumdur. Halbuki ora bir bataqlıqdır. Ora kim düşdüsə, o bataqlıq onu uddu. Və bu gün də o bataqlığın qurudulması üçün zəhd olunmur. Əksinə, bataqlığın ətrafı getdikcə genişləndirilir ki, ora salınan adamların sayı çoxalsın. Bu bir faktdır ki, xaxın balasını, körpə balasını boynunda şiş ola götürüb aparırsan, komissiyadan keçirdirsən və deyirsən ki, poliklinika yanlış deyib, bunun heç bir problemi yoxdur, bu əskərliyə yararlıdır. Ən azı qan təhlillərindən, bu onkoloji xəstələrin qan təhlilindən dərhal bir şeydə dəyişiklik hiss olunur. Yəni, bu həkimlər bilirlər. Və göndərsən, bu uşaq cəmi cümlətəni 8 gün əskər paltarı geyib, ondan sonra ağzından, burnundan qan açılır və ondan sonra göndərilir onkolojiya. Məsuliyyət daşıyan olsa olmur. Heç kəs məsuliyyət daşımır. Hər kəs bayaq dediyim kimi başını çəkib bir qırağa.